Hər kəsə salam. 2025-i xilas edirəm gün 16-ya. Xoş gəlmisiniz. Dünən 30 gün 30 fərqli mən seriyamızda Pacer metodundan danışmışdıq və bu gün də onun tətbiqindən danışacağıq. Deməli, özümə bir mövzu seçdim. Həmin mövzu ilə bağlı başladım. İlk addımım olan tanışlıq mərhələsini həyata keçirməyə. Belə mövzuya qısaca ötəri şəkildə nəzər yetirdim. Başlıqlara baxdım, özüm üçün açar sözlər axtarmağa çalışdım ki, bu mövzu mənə niyə lazımdır? Həmin o niyə lazımdır hissəsini tapım. Və orada baxırdım ki, mənə nə tip suallar çıxa bilər? Yəni mənə nə qaranlıq qala bilər bu mövzunun içində? Və mövzunu da deyək ki, biraz qısa idi, düzdür? Sonra artıq birinci mərhələmiz bitdi. Sonra keçirik sual vermək mərhələsinə. Artıq mövzu ilə bir ön baxışım, tanışlığım olduğu üçün asanlıqla beynimdə suallar yaranmışdı ki, bu mövzunu niyə öyrənirəm? Və mövzu pedaqoji yanaşma idi. Həmin yanaşma nəyə lazımdır, necə aparılır, hansı üsullarla aparılır? Hər birinə burada ön baxış elədim. Elədiyim anda suallar yarandı. Və artıq mövzuda nə izah edilir, niyə vacib hissələr mənim üçün belə deyim, yarı aydın, yarı qaranlıq şəkildə əks olunmuş oldu. Ardınca sualları da tamamlayandan sonra keçirəm artıq əsas mərhələmiz olan qeyd aparma mərhələsinə. Burada mətnimi dərindən oxuyuram, yəni qeydlərimi götürürəm, oxuyuram, vacib yerləri tapıram və sonda görəcəksiniz açar sözləri də tapıb orada qeyd eləyirəm. Və beləliklə demək olar ki, məlumat toplama mərhələsini başa çatdırmış oluram. Məncə məlumat toplama mərhələsi adi ilə dərs öyrəndiyimiz mərhələyə oxşayır. Çünki adi dərsdə necə öyrənirik? Yenə qeyd götürürük, yenə yazırıq. Əslində bu metodun üstünlüyü ondan ibarətdir ki, yəni yazmağa ehtiyac durmadan, əzbərə ehtiyac duymadan rahat bir şəkildə mövzuya ön baxış eləmək, nəzərdən keçirmək, qaranlıq yerləri tapmaq və onlara cavab tapmaq, ümumiləşdirib xülasə çıxartmağı bacarmaq. Yəni bu əslində metodun üstünlüyü budur. Amma mən yazmaq meyilli olduğum üçün elə mənə gəlir ki, düzgün ifadə eləmədim. Mənə elə gəlir ki, yazmasam, mütləq şəkildə orada bir rəngləmə eləməsəm, orada olacaq mənim yadımdan çıxacaq, tez çıxacaq. Yəni bu bir psixoloji artıq mənim beynimə yeritdiyim bir şeydir. Əslində belə düşünməsəm belə olmayacaq. Sadəcə düşündüyüm üçün olur. Nəysə, artıq burada da mövzu ilə bağlı xüsusi qeydlərimi götürürəm. Əslində bu mərhələdə həqiqətən də öyrəndiyimin fərqinə varıram. Onu sizə yəni rahatlıqla deyə bilərəm ki, həqiqətən də öyrəndiyimin fərqinə varıram. Çünki ön baxış mərhələsində bir-iki açar söz gözümə ilişmişdi. Sonra sual yazmışdım özümə ki, hansı suallar mənə qaranlıq qaldı. O qaranlıq qalan yerlər də gözümə ilişib. Artıq beynimin bir kənarında onlar var. Oxudum. Sanki o suallara cavab tapanda o qaranlıq yerdə belə bir lampa yanır və işıqlanır. Eynisi oldu. Burada da açar sözlər götürürəm ki, bu mövzunun açar sözləri nədir? Yəni o sözlərə baxanda mövzu artıq yadıma düşmək məcburiyyətindədir. Başqa bir versiya yoxdur. Sonra bir də burada təzədən geri dönüş edirəm ki, nə qala bilər ya da əlavədən açar söz nə ola bilər və bununla da ən əsas mərhələmiz olan qeyd götürmə, məlumat toplama mərhələmiz, yəni 3-cü addımı tamamlamışıq. Sonra gəlir 4-cü addımımız qiymətləndirmə mərhələsi. Deməli, burada artıq suallarıma cavab yazmağa başlayıram və həqiqətən də fərqinə varıram ki, suallarıma cavab tapa bilirəm, boşluq hissəm qalmayıb və bunu rahatlıqla başqasına da danışa bilərəm. Amma nəzərə almaq lazımdır ki, mənim mətnim qısa idi. Sadəcə tənbəllik elədim uzun mətn seçməyə, sözün düzü. Ona görə də yəni qısa mətn elə əlimin altındaydı. Dedim bunu da öyrənəcəyik. Amma oradakı sualların hər birini oxuduqca artıq beynimdə həmin səhifədəki yazılar da görünürdü. Nə ifadə olunmaq lazımdırsa hər bir də mənim üçün ifadə olunurdu. Demək ki, 4-cü mərhələmizdəki düzgün və keyfiyyətli oxuyub anlama qabiliyyəti də yerinə yetirilmişdi. İndi növbəti klipdə görəcəksiniz, sonuncu mərhələ nə idi? Xülasəsini çıxartmaq ki, görək uzun müddətli yaddaşa da ötürə bilmişik ya yox və yəni onu real həyat nümunələri ilə izah eləmək. Mən də oradakı şaxta babaya başlayıram real həyat nümunələri ilə bunu izah eləməyə. Ümumilikdə o demək istəyirəm ki, metod həqiqətən də uğurludur. Onsuz da gündəlik istifadə etdiyimiz addımların birləşməsidir. Ona görə hər kəs istifadə edib uğurla nəticə də ala bilər. Amma mən deyərdim ki, ən yaxşı metod öz öyrənmə texnikanla hazır metodun birləşməsidir. Nəticə etibarilə onu demək istəyirəm ki, bəli, istifadə eləyərəm, amma hər zaman yox. Məncə oxuyub, yatıb oyananda daha yaxşı yadda qalır. Nəinki belə texnikalarla. Bu günlük bu qədər. Sağ olun.